Herkese salamlar. Yeni bir video ile karşınızdayım. Bugünkü dersimiz za ünlüyü olacaq. Za ünlüyü Azərbaycan dilində bir neçə mənada tərcümə olunur. Bu video ərzində bütün mənalarını ardıcıl şəkildə öyrənəcəyik. İlk öncə za ünlüyü təslik hal əsaslıdır. Yəni özündən sonra təslik hal tələb edir. Yəni bu ünlükdən sonra isimləri, sifətləri, əvəzlikləri təslik halda qoyacağıq. Təslik hal kanalımızda kompleks şəkildə var. Həmin dərslərin bağlantılarını videonun açıqlama hissəsində yerləşdirəcəm. Onları da bu dərsdən sonra izləyə bilərsiniz. Qısaca təslik hala baxası olsaq, təslik hal kişi cinsi və orta cinsdə dəyişmir, adlı qaldı necədirsə o formada qalır. Qadın cinsində isə A-ların yerinə U, Y-ların da yerinə U əlavə edirik təslik halı. Belə qısaca təkrar edə bilərik. Əlbəttə ki, həmin videolarda daha geniş izah olunub. Burada qısaca təkrar eləmiş olduq. Belə. İlk mənasından başlayaq. Za ünlüyünün ilk mənası arxasına deməkdir. Məsələn, örnək versək. Burada belə bir qayda öyrənmişdik. Şkaf, məsələn, v şkaf, şkafın içərisinə. Na şkaf, şkafın üzərinə. K şkafu, şkafın yanına. Və bugün öyrənik za şkaf, yəni şkafın arxasına. Örnək verəsi olsaq. Kot ubijal za korobku. Pişik qutunun arxasına qaçdı. Qaçdı hara? Qutunun arxasına. Za ünlüyü var. Za korobku. Gördüğünüz kimi axırında A var. A-nı da U-ya çevirmişik. Çünki təslik halda nə edirdik? A-ları U-larla əvəz eləyirdik. Davam edək. Başqa örnek verək. Девочка спрятала подарок за подушку. Qız hədiyyəni yastığın arxasına gizlətdi. Gizlətdi hara? Yastığın arxasına. Yenə də подушка sözündə də sonda A var idi. A-nın yerinə U əlavə elədik. Təslik hala gətirdik. Он положил книгу за телевизор. O kitabı televizyonun arxasına qoydu. Yəni qoydu nəyi? Bu təslik hal özüdür, önlüksüz. Nəyin arxasına? За televizor, televizyonun arxasına. Yəni za plus təslik hal, binitini падеж artıq necə adlandırırsınızsa. Мальчик забежал за дерево. Oğlan ağacın arxasına qaçdı. Qaçdı hara? Ağacın arxasına. За дерево. Я положил письмо за книгу. Mən qoydum məktubu hara? За книгу. Kitabın arxasına. Кошелек упал за кресло. Pul qabı kreslonun arxasına düşdü. Düşdü hara? Kreslonun arxasına. Davam edək. Demək, za ünlüyü ilk olaraq arxasına mənasını verdi. Olduqca sadədir. İkinci mənada kənarına. Yəni belə götürək. За линию, xəttin kənarına. Yəni buradan kənara. Baxın bura. Burada belə bir örnek verə bilərik. За границу, sərhəddən kənara. Çox vaxt bunu xaricə kimi də tərcümə eləyirik. Eyni mənadadır. Yəni burada qırmızı nöqtələrdir və gedirsə Rusiyaya olur. Hara gedir? За границу, sərhəddən kənara. Əlbəttə ki, bunun tvarительный падежlə işlənən forması da məkan verir. За границей artıq sərhəddən kənarda, xaricdə olaraq istifadə oluna bilər. Bu önlük iki padejlə işlənəcək. Həm vinitelli, həm də tvarительный padejlə işlənə bilər. Vinitelli padejlə işlənəndə gördüyümüz kimi kənarına mənasını verir. Tvarительный padejlə işlənəndə məkan kimi də istifadə oluna bilər. Onda tvarительный padeji keçəndə ayrıca izah edəcəm. Davam edək. Örnəklər verək. Он уехал за границу работать. O iş üçün xaricə getdi və ya da o işləmək üçün xaricə getdi. Belə deyə bilərik. Əslində elə daha yaxşı olar. Мы уехали за город. Biz şəhərin kənarına getdik. Şəhər kənarına getdik də deyə bilərik. Tərcümə əlbəttə ki, dəyişə bilər. Yəni %100 bu cür olmaq məcburiyyətində deyil artıq. Biraz daha dəyişkən ola bilər. Əsas mənanı yadımızda saxlayırıq. За город, yəni şəhərin kənarına. Bunu diqqət edirik. Собака выезжала за забор. İt divarın çölünə qaçdı. Bir divar olduğunu fikirləşək və divardan kənara, çölə getdiyini düşünə bilərik burada da. Игрок выбил мяч за поле. Oyuncu topu meydançadan kənara vurdu. Yenə də meydança xəttindən kənara. Он вышел за нашу территорию. O bizim ərazimizdən kənara çıxdı. Gördüyümüz kimi burada kənarına mənasında istifadə olunur. Davam edək. Burada bir ifadə daha var. За предел. Hüdudlarından kənara. За пределы plus родительный падеж, yəni gəlik hal istifadə etmək məcburiyyətindəyik. Çünki
nəyin hüdudlarından kənara? Za predelы bura kimi təsirli çaldı. Bir də plus radiativni padej əlavə edirik. Bu şəkildə cümlələr qururuq. Örnəklər verəsi olsaq, Его известность давно вышла за пределы страны. Onun şöhrəti çoxdan ölkə hüdudlarından kənara çıxıb. За пределы страны. Ölkə hüdudlarından kənara. Başqa verək. Чтобы расти, нужно выходить за пределы zonu komforta. İrəliləmək üçün, böyümək üçün, inkişaf eləmək üçün rahatlıq zonasından çıxmaq lazımdır. Komfort zonasından çıxmaq lazımdır. Bəli, za пределы zonu komforta. Yəni komfort zonasından kənara. Belə də tərcümə edə bilərik. Мы вышли за пределы города. Biz şəhər hüdudlarından kənara çıxdıq. Şəhər sərhədlərindən kənara çıxdıq ya da şəhər kənarına çıxdıq, belə də deyə bilərik. Его идея выходит за пределы стандартного мышления. Onun fikirləri standart düşüncə sərhədlərindən kənara çıxır. Burada cümlələr həmişə həqiqi mənada olmaq məcburiyyətində deyillər. Bəzən məcazi mənada da ola bilərlər. Davam edək. Kənarə mənası da bu şəkildə. Növbəti mənası yerinə, əvəzinə. Bu mənasını öyrənək. Burada isə canlı isimlərin dəyişilməsini vermişik. Yəni samitlərdirsə, samitlərin üzərinə A artırırıq, bunların yerini artırırıq, yaları. A'ların yerinə U, yaların da yerinə U artırırıq. Olduqca sadədir. Bu canlı isimlər üçün olan qaydadır. Təsrikəli canlı və cansız isimlər birazca fərqli davranırlar. Bunu təsrikəli videosunda geniş izah eləmişəm. O videonu bu videodan sonra mütləq surətdə izləyərsiniz. Davam edək. Dedik ki, za yerinə, əvəzinə. Он всегда платит за своих друзей. O həmişə dostların yerini ödəyir. Yəni hesabı ödəyir. Belə düşünə bilərik. За кого? За своих друзей. Yəni öz dostlarının yerinə. Davam edək. Burada biraz daha örnəklər verək. Можешь подписать документ за меня? Bu sənədi mənim yerimə imzalaya bilərsən. За меня, mənim yerimə. Burada əvəzliklərlə işlənir. Я сделаю это за тебя. Mən bunu sənin yerinə edərəm və ya da edəcəm. Hər iki mənada ola bilər. Bu bitmiş feildir. Сделать. Bitmiş feillər açılanda olur gələcək zaman. Bunu feilin dəyişməsi mövzusunda görmüşdük. Bitmiş, bitməmiş feillər kanalımızda var. Она пошла работать за больного брата. O xəstə qardaşının yerinə işləməyə getdi. Спасибо, что ответил за меня. Mənim yerimə cavab verdiyin üçün sağ ol. Mənim yerimə за меня. Учитель написал записку за ученика. Müəllim şagirdin yerinə qeyd yazdı. За ученика. За кого? За ученика. За plus. Binitini падеж, yəni təsirli istifadə olunub. Davam edək. Yerinə mənası da bu şəkildə. Növbəti mənası ərzində, müddətində belə tərcümə edə bilərik. Məsələn, он все успел за час. O hər şeyi 1 saat ərzində, 1 saat müddətində çatdırdı və ya da 1 saata çatdırdı. Buradakı AE yalnız burada bu mənada istifadə olunur. Yəni götürüb bunu yönlü kal kimi işlətməyə çalışmayın. Yəni onun üçün deyil, sadəcə bu mənada 1 saata, 10 dəqiqəyə bu mənanı verərkən istifadə edir. Yəni digər yerlərdə artıq bunu istiqamət vermək üçün istifadə eləmirik, buna diqqət edirik. Davam edək. Digər örnəklərə baxaq. Мы сделали ремонт за 2 недели. Biz təmiri 2 həftəyə bitirdik. Və ya da 2 həftəyə elədik. Belə tərcümə oluna bilər. За 2 недели 2 həftəyə. Burada 2 işlətmişik. Nedelia qadın cinsidir. Ona görə 2. Kişi cinsi onda 2. Məsələn, 2 года. Belə işlənə bilir. Bunlarda sayılar mövzusunda var idi bu qaydalarda. Davam edək. Я прочитал книгу за день. Mən kitabı bir gün oxudum. За день, bir günə. Они добрались до города за 3 часа. Onlar şəhərə 3 saata çatdılar. За 3 часа, 3 saata, 3 saat ərzində. 3 saat müddətində artıq necədirsə istifadə edə bilərsiniz. Худел на 5 килограммов за месяц. O bir ayda 5 kilo arıqladı. За месяц, yəni bir ay ərzində. Он написал сочинение за 30 минут. O inşanı 30 dəqiqəyə yazdı. 30 dəqiqə ərzində yazdı. Belə deyə bilərik. Biraz daha uzun alınır deyə bu formada tərcümələri yazmışam. Davam edək. Ərzində mənası da bu şəkildə. Növbəti mənası görə.
və ya da üçün. İki formada da tərcümə oluna bilər. Hər ikisi doğrudur. On переживает за маму. O anasına görə narahat olur və ya da o anası üçün narahat olur. Yenə də za kого, za mamu. A olduğuna görə yerinə o qoymuşuq. Çünki təsirli halda qoymaq məcburiyyətindəyik. Və yaxud da ki, я волнуюсь за тебя. Mən sənə görə narahat oluram. Он благодарит учителя за интересный урок. O maraqlı dərs üçün müəllimə təşəkkür edir. Siz də videonu bəyənərək bunu edə bilərsiniz. Davam edək. Мы молились за его здоровье. Biz onun sağlamlığı üçün dua etdik. Keçmişdə. Я не могу отвечать за его поведение. Mən onun davranışına görə cavabdeh deyiləm. Və yaxud da ki, mən onun davranışına görə cavab verə bilmərəm. Bir də tərcümə ola bilər yerinə görə. Они спорили за место на парковке. Okay. Onlar park yerinə görə mübahisə edirdilər. Və ya da maşın parkındakı yerə görə mübahisə edirdilər. Bu şəkildə çox uzun olur deyə bu şəkildə qısa tərcüməsini vermişəm. Belə. Za ünlüyünün bildiyimiz mənaları bu qədər. İndi isə özündən sonra za ünlüyü tələb edən bir neçə feil var. Onlara da baxaq. Məsələn, выйти, выходить замуж за кого? Ərə getmək, yəni birinə ərə getmək. Burada za plus yenə də təsirli və ya da винительный падеж istifadə edəcək. Məsələn, она выходит замуж за моего друга. O mənim dostuma ərə gedir. Bu mövzuda ayrıca video olduğuna görə burada çox ifadə vermirəm. Orada həm выйти замуж, həm də ki жениться feili haqqında məlumatlar var və örnək cümlələr də verilib. Onları mütləq surətdə izləyərsiniz. Davam edək. Платить, заплатить, за что? Ödəmək. Я плачу за квартиру каждый месяц. Mən hər ay mənzil üçün pul ödəyirəm. Bunu hər ay edirəm. За что? За квартиру платить. Və yaxud da ki, он платит за интернет. O internet üçün ödəyir. Мы платим за услуги банка. Biz bank xidmətlərinə görə pul ödəyirik. Və ya da bank xidmətləri üçün pul ödəyirik. Я заплатил за обед в ресторане. Mən restoranda nahar üçün pul ödədim. Ты уже заплатил за билет. Sən artıq bilet üçün pul ödədin və ya da bilet üçün ödəniş elədin. Belə də ola bilər. Они заплатили за ремонт машины. Onlar maşının təmiri üçün pul ödədilər. Благодарить, поблагодарить. Təşəkkür etmək. Yenə də nə üçün? Я благодарю вас за помощь. Mən sizə köməyə görə təşəkkür edirəm. Başqa örnəklər verək. Он благодарит учителя за интересный урок. O maraqlı dərs üçün müəllimə təşəkkür edir və yaxud da o maraqlı dərsə görə müəllimə təşəkkür edir. Он благодарит учителя за интересный урок. O maraqlı dərs üçün müəllimə təşəkkür edir. Мы поблагодарили гостей за визит. Biz qonaqlara ziyarətə görə təşəkkür etdik. Мы благодарим вас за сотрудничество. Biz sizə əməkdaşlığa görə təşəkkür edirik. Я поблагодарил его за подарок. Mən ona hədiyyə görə təşəkkür etdim. Она поблагодарила врача за лечение. O müalicəyə görə həkimə təşəkkür etdi. Davam edək. Отвечать, ответить, cavab vermək, cavabdeh olmaq. Она уже ответила за свою ошибку. O artıq öz səhvinə görə cavab verib. Он отвечает за безопасность на заводе. O zavodda təhlükəsizlik üçün cavabdehdir və yaxud da təhlükəsizliyə cavabdehdir. Я отвечаю за организацию мероприятия. Mən tədbirin təşkilinə cavabdehəm. Она всегда отвечала за чистоту в комнате. O otağın təmizliyinə həmişə cavabdeh idi. Ты должен будешь ответить на свои поступки. Sən öz hərəkətlərinə görə cavab verməli olacaqsın. Он обязательно ответит за причиненный вред. O vurduğu zərərə görə mütləq cavab verəcək. Davam edək. Извиняться, извиниться, üzr istəmək. Мальчик извиняется за разбитое окно. Oğlan sınmış pəncərəyə görə üzr istəyir. Он извиняется за опоздание каждый день. O hər gün gecikməyə görə üzr istəyir və ya da gecikdiyinə görə üzr istəyir. Я извиняюсь за свою забывчивость.
Mən daim unutqanlığım üçün üzr istəyirəm, unutqanlığıma görə üzr istəyirəm. Я извиняюсь за беспокойство. Mən narahatlığa görə üzr istəyirəm. Ты все время извиняешься за пустяки. Sən daim boş şeylərə görə üzr istəyirsən. Ты должен извиниться за свою ложь. Sən öz yalanına görə üzr istəməlisən. Dərsimiz bu qədər. Dərsin PDF formasını yenə də Telegram kanalımızda yerləşdirəcəm. Onu da oradan götürüb istifadə edə bilərsiniz.